Deməli, maya, 1 çay qaşığı duz. Maya budur, Walmartdan 7 qramlıq. Hamısını boşaldıram bura. Şeker tozu, pesocuk, saxırlı, 1 xörək qaşığı. 2 xörək qaşığı un. Belə dolu deyil. Bu mayalı üçün lazımdır. Zakvaska eləyəcəkdir. Aparat. Mikrodalğalı sobanı 1 dəqiqəlik qoyuruq isinsin içi. Sonra bunu içində mayalı qabı. Deməli, baxın qızlar, 15 hardasa 15-20 dəqiqə buzinik qoyuram. Baxıram, bax buzinikdən 15 dəqiqədən sonra belə bir də belə yağ aldıq, semiçka yağı. Dedilər ki, yaxşıdır çörəkdə belə həm dadı, həm teksturası yaxşı olur. Bundan əlavə edib belə gözə yağıram, belə sıxıram. Mənim yerin stakançıqımdır. Burada da Azərçayın reklamı getdi. Nə qədər indi ələnmiş un qatmışam, birini qatmışam. Bu indi ikincisi olacaq. Üçüncü stakanı da qatdım. İndi 4 tələb eləyir. İndi yarısını eləyəcəm. Görüm yarısı çox olmasa qalan yarısını da əlavə eləyərəm. 4 stakanlıq unun hamısını tökmürük içərisinə, eləmirik. İndi əlimə biraz yağ tökəcəm ki, yaxşı qaçdırıb yoğura bilim xəmiri. Qoyucu yağla yoğurdum. Təxmini belə çox yoğurmağa ehtiyac yoxdur. Elə hamısı bir yerə topalandı. Əldən ki, xəmir getdi. Bəsdir. 435 cook time. 50 qoyuruq ki, qızanacaq. 1 saat 10 dəqiqə. Xəmir bu qədər qalxdı. Əlimizi yağlayırıq və belə başlayırıq yaslatmağa. Yayandan sonra 2 dənə belə kəsim eləyirik. Birinci aşağıya qoyuruq çörəyi. Altı pişsin, sonra keçirdəcək. Artıq biraz da qalxıb. Çörək bişib, indi bəkdir. Onu qəşəng belə yağla üstündən keçirik. İsti. Ümumi 10 dəqiqə bitdi. Qaldırırıq yuxarı. Böyle də çörək alıb. İndi baxa görə necə oldu. Deməli, çörək yumuşaldı. Üstünə 20 dəqiqə keçdi, onu çöpləyib.